izləyicilər. Bu günləri sizlərə diz oynağından danışacağıq. Diz oynağı ağrılarının üzərindən ev şəraitində necə gəlmək olar? Yenə də qeyd edirəm bu üç səbəbi. Hər videomda çalışıram bunu xatırlatma edeyim. Hər oynağın müalicəsi üçün üç əsas səbəb lazımdır. Birincisi, həmən oynağa düzgün hərəkətlər, idman hərəkətləri, müalicəvi idman hərəkətləri seçmək. Düzgün, yəni elə hərəkətlər var ki, hətta əksinə həmən zədəni daha da artıra bilər. Yəni, hərəkətlər düz seçilməlidir. Bu günləri sizə bir neçəsini göstərəcəm inşallah. İkincisi, həmən oynaqda mübadilə proseslərini gücləndirmək, qan dövranını yaxşılaşdırmaq. Onun üçün də bir çox fizioterapiyalardan istifadə edirlər. Mən sizə ən gözəlini, hicam vəzəlini məsləhət görürəm. Üçüncüsü də vitaminlər. Vitaminlər həm daxilə qəbul olunan vitaminlərdir, həm xaricdən çəkilən mazlar və maskalardır. Bu barədə bu günlərdə sizə həmən vitaminlər barədə də ev şəraitində hansı təbii vasitələrdən istifadə eləmək lazımdır, həmən vitaminləri əldə etmək üçün. Sonra bəzi mazlarımız var, onları da təqdim edəcəm. Amma əsasən birinci növbədə diz oynağının hərəkətlərini sizə göstərəcəm. Bir daha qeyd edirəm ki, kimdə artrit, artroz varsa, ayaq üstə hərəkət etmək məsləhət deyil. Nəyə görə? Çünki ayaq üstə olunan hərəkət təzyiq altında olunan hərəkətdir. Yəni ki, oynağa təzyiq düşə-düşə onu hərəkət elətdikdə daha da o oynaq daha çox yeyilir və həmən zədə daha da artır. Ancaq bunun üçün ona görə deyirəm ki, düzgün hərəkətlər seçilməlidir. Və bu günləri sizlərə o hərəkətlərdən bir neçəsini göstərəcəm. Onun üçün bizə bu gözəl bir alət var, bu qutumuzdur bizim. Yəni bu bir çox oynaqların müalicəsi zamanı ən effektli müalicə üsullarından biridir. Çalışın bunu əldə edin və indi keçək hərəkətlərimizə.